Araşdırmaq istədiyiniz mövzu haqqında, ümumiyyətlə Türkiyədə niyə təhsil almaq istəyirsiniz? Bax, bu mövzuda ətraflı bir müsahibə olur. Müsahibəni keçənlər, yəni müsahibədən müsbət rəy alanlar da qəbul olunur Türkiyəyə. Siz hətta buradan gedəndə, ilk dəfə gedəndə də sizin təyyarə biletinizi də onlar alır. Yəni təbii dövlət qarşılayır. Yəni tamamilə pulsuz bir şəkildə gedirsiniz, orada təhsilə başlayırsınız. Bitəndən sonra da sizin yenə belə deyim, Azərbaycana gəlmək üçün biletinizi də onlar alır, sizi vətəninizə yola salır. Yəni bunlara da bir növ siyasəti belədir ki, siz gedib Türkiyədə yetişirsiniz və gəlib bu günləri dövlətinizdə Türkiyəni də sevən bir kadr kimi belə deyim də burada fəaliyyətinizi davam elətdirirsiniz. Eyni zamanda onlar sizdən hər hansı bir bunun qarşılığını gözləmir. Yəni maddi olaraq heç bir qarşılığı yoxdur və hansısa onlara sonradan bir ödəniş filan ödəmək kimi bir şey yoxdur. Azərbaycan Dövlət Təqaüd Proqramında biraz burada fərqlənir. Azərbaycan Dövlət Təqaüd Proqramında siz xaricdə təhsil alıb qayıdandan sonra müqavilə imzalayırsınız və gəlib burada bir növ işləməlisiniz. Bir də var fərdi qəbullar. Yəni fərdi qəbullar artıq siz şəxsi olaraq müraciət edirsiniz, fərd olaraq müraciət edirsiniz universitetlərə. Yəni, məsələn, Azərbaycanda necədir? Dövlət İmtahan Mərkəzi vardır. Siz imtahan verirsiniz magistraturaya və həmin magistraturanın nəticəsinə görə müxtəlif universitetlərə müraciət edirsiniz. SAT. Bəli. Eyni zamanda elə magistr balına görə, Dövlət İmtahan Mərkəzində verilən imtahan balına görə də, məsələn, ixtisaslara görə müraciət edə bilirsiniz. Məsələn, Bakı Dövlət Universitetinə, Slavyan Universitetinə, nə bilim, digər universitetlərə. Məsələn, Türkiyədə isə universitetlərin ayrı-ayrı hərəsinin özünün qəbul prosesi var. Hərəsində fərqlilik təşkil edir. Məsələn, mən Ankara Universitetinə müraciət edirəm. Məsələn, Səlcuq Universitetinə müraciət edirəm, Anadolu Universitetinə. Deyək ki, müraciət edirəm 3 universitetə. Üçündən də qəbul alıramsa, istədiyimi seçib gedib onda oxuyuram. Və yaxud elə olur ki, birindən qəbul alıram, gedib orada oxuyuram. Burada limit yoxdur. İstəsiniz 30 dənə universitetə müraciət edə bilərsiniz, 60 dənə universitetə. Hansına bacarırsınız, müraciət edin. Və qəbul üçün də əsas kriteriyalar fərdi qəbullarda sosial aktivlik deyil. Orada əsas kriteriya sizin ortalama balınız, yəni akademik göstəricilərinizdir. Akademik göstəriciləriniz və illik ödənişləri də elə də sizə deyim ki, çox deyil. Ona görə də Türkiyəni məsələn seçmək bu baxımdan yəni uyğundur. İllik ödənişləri təxminən mən deyərdim ki, 1500-2000 manat bu civarda illik ödənişləridir. Bəziləri hətta daha azdır, 1000 manat, 1200 manat illik ödənişi olan universitetlər də var. İndi əlbəttə biraz orada universitetlər arasında da müəyyən rəqabət vardır filan, bu bundan qaynaqlı bir şeydir. Yəni standart bir təhsil qiyməti yoxdur. Belə bu şəkildə siz gedə bilərsiniz Türkiyəyə və həm magistratura, həm doktorantura. Dövlət universitetlərinin bəziləri məsələn abituriyentlər üçün, ümumiyyətlə tələbələr üçün mənə çox verilən suallardan biridir. Bəs müəllim, diplomlarımızın tanınması ilə bağlı bir problem olmaz. Dövlət universitetlərində əgər siz təqaüd proqramı ilə gedirsinizsə, onsuz da problem mümkün deyil.